Sübhanallah, Sübhanallah, Sübhanallah. Ağlaymasa taşlar değil, taşlar değil. Sübhanallah, aşikarlı mağrur duran dağlar değil. Sübhanallah, 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 Sübhanallah. İman dolu kalpten gelen sözler değil. Sübhanallah. İman dolu kalpten gelen sözler değil. Sübhanallah. İntizarla bakın ömrü gözler değil. Sübhanallah. İntizarla bakın ömrü gözler değil. Sübhanallah, 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 Sübhanallah. Ramazanda oruç tutan diller değil. Sübhanallah. Ramazanda oruç tutan diller değil. Sübhanallah. Vatanimde yurdum yuvam eller değil. Sübhanallah. Vatanimde yurdum yuvam eller değil. Sübhanallah, 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 Sübhanallah. اللهم اهدنا بهداية القرآن ونجنا من النيران بكرامة القرآن ارفع درجاتنا بعناية القرآن اللهم اجعل القرآن لنا في الدنيا روة وفي القبر مونسا وفي القيامة شفيعا ومن النار سترا وعذابا وأمنا وأمانا وإماما بفضلك وجودك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. اللهم كل وليك حجة ابن الحسن صلواتك عليه وعلى آله في هذه الساعة وفي كل ساعة
وليا وحافظا وقائدا ودليلا وعينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد. اللهم اغفر لهم وعشرهم مع الأئمة المعصومين. Xudaya bizleri dünya ve ahirette masumlardan ayrı salma. Ölenlerimizin ruhlarını şad eyle, şehitlerimizin ruhlarını şad eyle, hastalarımıza şefa inayet eyle, esker belalarımız yerin göğün belasından hepseyle. Hakkı Nebiyyine ve aleyh. El-Fatiha. Sin inşallah kabulluğuna xatir Muhammed Ali Muhammed'e selavat diye. Allah razı olsun. Allah köməyin olsun. Allah var olasın. İnşallah belə məsləhətdir ki, Əhya gecəsinin namazını qılaq. Daha sonra bugün fürsət bir gündür də, 23-cü gündür, gecədir. Bundan sonraki gecələrdə Əhya gecələrdir. Amma Əhl-i Beyt məktəbi daha çox bu gecə üstünlüyü verib. Bu gecə bir qədər digər gecələrdən fərqli olaraq daha çox ibadət, itaat, dua, zikirlə məşğul olaraq Əhya saxlayaq. Məscidin adabına riayət edək, cəmaat namazının adabına riayət edək, sakitliyə riayət edək inşallah. Vallahi da, billahi da, tallahi da fürsət, məqamdır. Bu dəqiqələrdən, bu saatlardan istifadə edin inşallah. Nə qədər imkan var, həm xanımlarımız, həm qardaşlar sakitliyə riayət eləsinlər, məscidin adamına riayət eləsinlər. Allah sizləri var eləsin, Allah sizləri hifz eləsin. O alimlər ki, o din xadimlərimiz ki, müştəhidlər, mərzi təqlidlər, ağsaqqallarımız ki, atalarımız, babalarımız bu adət, ənənəni bizim üçün qoyublar, dünyalarını dəyişiblər, onların istirahat ruhlarına. Və bugün bu ənənəni davam edən sizlər, bizlər salamatlığımıza Muhammed Ali Muhammedə salavat edəyək. İnşallah Əhya namazı hər gün deyirik, ola bilər kimsə bugün təzə gəlib, birinci gün gəlib, eşidənlər təkrar eşitsin, bilməyənlər də nəzər diqqətlərinə çatdıraq ki, 2 rikətdir, Əs-Salahla qılınır, Fatihədir, Fatihədən sonra 7 dəfə İxlas surəsi oxunacaq, yenə Fatihə, 7 dəfə İxlas surəsi, salamlardan sonra dərhal səcdəyə gedirsən, 70 dəfə Əstəğfirullaha və ətubu ileyh duasını, zikrini tövbə edirsən və daha sonra Allahla öz aranda razı niyaz edirsən, öz hacətini Allaha təqdim edirsən inşallah. Niyyət Əhya gecəsi namazını qılıram. 2 rükət qürbətən illallah. Allahu Ekber. Rahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد
الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر. ركوع. سبحان ربي العظيم وبحمده سبحان الله. سمع الله لمن حمد. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله. الله أكبر. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله. الله أكبر. بحول الله. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. قنوت. اللهم صل على محمد وآل محمد ربي زدني علمي والحقني بالصالحين. اللهم نور قلوبنا بنور الإيمان اللهم نور قلوبنا بنور القرآن اللهم كفر عنا سيئاتنا بعزة القرآن اللهم اشف مرضانا بآيات القرآن اللهم سلم أحيانا بحرمة القرآن برحمتك يا أرحم الراحمين وأجل فرجه. الله أكبر. ركوع. سبحان ربي العظيم وبحمده سبحان الله. سمع الله لمن حمد. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله. الله أكبر. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله.
Allahu Ekber, elhamdülillah. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين السلام عليكم ورحمة الله وبركاته İstiğfar. Tubu ileyh. Estağfirullah ve etûbü ileyh. Estağfirullah. Estağfirullah ve etûbü ileyh. Estağfirullah ve etûbü ileyh. Estağfirullah ve etûbü ileyh. Estağfirullah. Estağfirullah ileyh. Estağfirullah. Estağfirullah ve etûbü ileyh. 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 اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم الحمد لله رب العالمين آمين آمين يا رب العالمين اللهم seni andür izzet ve celalı ve büyülü ve hatir Ramazan ayında tuttuğumuz oruçları bizlerden kabul eyle. Tövbe ettik, istiğfar ettik. Bağışlayan sensen, tövbeleri kabul eden sensen. Bizim günahlarımızın üstünden kalem yap çek. Tövbelerimizi kabul eyle. Ramazan ayında ettiğimiz bütün ibadet, itaat, duaları, zikirleri, kıldığımız namazları bizlerden kabul eyle. İlahi bu ehya gecesini, bu Kadir gecesini son ehyamız, son kadrimiz karar verme. İlahi bizi Kur'an'dan, peygamberden, ehl-i beytten ayrı salma. İlahi senden isteğimiz, arzumuz budur ki ilahi perverdigaram bura ibadete, itaate gelen, iltiması duaya gelen şəxslərin ibadət, itaat dualarını öz dərgahında kabul eyle. Şəhidlərimizi Kərbala şəhidlərindən məşhur eyle. Şəhid yaxınlarına, özlərinə, doğmalarına səbr cəmil nəsib eyle. İlahi qazilərimizə, yaralı əskərlərimizə, xəstələrimizə, mərizələrimizə şifa ver. İhsan edenlerin, salih əməl edenlerin, yaxşılıq edenlerin, ihsanların, salih əməllərin, yaxşılıqlarını öz dərgahında kabul eyle. Bizleri de ihsan edenlerden, əməli salihlerden, yaxşılıq edenlerden qərar ver.
Peyğəmbər, Ali Peyğəmbər cəmalına salavat edəyələm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel aqibatu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibil qulubina ve şefi'iz zunubina. Ebel Qasim Muhammed. Min aleyna ila qiyam yevmiddin. Amma ba'd qala Allahu tebarek ve teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr ve ma edrake ma leyletul qadr. Leyletul qadri hayrun min elfi şehr. Tenezzelul melaiketu ve ruh fiha biizni rabbihim min kulli emr. Selamun hiye hatta metla'il fecr. Sadakallahul aliyyul azim. Rabbi şirah li sadri ve yessir li amri ve hulul uqdeten min lisani yefqavu qavli. Bir daha Allah'ın salamı, rəhməti, bərəkəti hər birimizin üzərinə olsun. Allah bu rəhmət, bərəkət, məğfirət dolu ayı, gecəni hər birimizə mübarək, bərəkətli qərar versin. Gecə Qədr gecəsidir, Əhya gecəsidir. Keçən əhyalarda da qeyd elədik, bu gecə bir fürsət gecədir. Təqvimlərdə son 10 gecə Qədr gecəsi göstərilir. Əhl-i-Beyt məktəbi bu gecəyə daha çox üstünlük verir. Çünki hədislərdə, rəvayətlərdə gəlib ki, Hz. Resulullah Ramazan ayında məsciddə olanda o dövrdə belə nəqliyyat vasitələri yox idi. İnsanlar uzaq yollar fəth edirdilər, gəlirdilər Peyğəmbər Rəsulü Xudanın görüşünə və biri Peyğəmbər Rəsulü Xudanın qulağında neysə deyir, ondan neysə soruşur. Yəni Əhya gecəsi barəsində, Əhya gecəsi haçandır? Deyir, o şəxs Həzrət Rəsullahdan ayrıldıqdan sonra hər il Ramazanın 23-cü gecəsi mütləq məscidə gələrdi, əhya saxlayardı, Qədr gecəsində iştirak edərdi. Qədr surəsini dedik və Ramazan ayı həm də Əhl-i-Beytlə bağlı bir aydır. Ramazan ayı həm də vilayət ayıdır. Ramazan ayı həm də imamət ayıdır, xilafət ayıdır. Mövla-i Müttəqiyan Həzrəti Əli əleyhissalamla bağlı bir aydır, Əhl-i-Beytlə bağlı bir aydır. Həm Qur'an-ı Kərim, həm Əhl-i-Beyt Peyğəmbərimizin Allah tərəfindən bizə qoyduğu əmanətdir və bu əmanətlər, hər kəs ki bu əmanətlərdən möhkəm yapışarsa, o insan zəlalətə düşməz, o insan sirat-ül müstəqimdə olar, hidayət olar. Və bu gecədə bizim hidayətimiz üçün fürsət bir gecədir. Çünki Qur'an-ı Kərim özü buyurur ki, Bismillahirrahmanirrahim, Zalikəl kitabu la reybə fi hudən lil muttəqin. Hidayət kitabıdır. Hidayət edər, insana doğru, düzgün yolu göstərər, məxsusən də təqvalılar üçün. Təqvalı insanlar üçün. Təqvalının müxtəlif məna veriblər, müxtəlif təfsirlər var. Mən elə öz yanaşmamla, yəni bildiyim qədər təqva düzdür, insanın günahdan, pisliklərdən bir növ pəhriz etməyi, çəkinməsidir. Qısası kamilliyə doğru gedən bir zirvədir. Yəni mənəvi cəhətdən insanın kamilliyə doğru gedən insan, Qur'an onu hidayət edər. Və Qur'an-ı Kərim kimləri hidayət edər? Və Ramazan ayını yaşayan insanları hidayət edər. Ramazanı dərk edən insanları hidayət edər. Əhya gecəsini, Qədr gecəsini dərk edən insanları hidayət edər. O ki buyurur, İnna ənzəlnahu fi leylətil qadr. Biz Qur'anı Qədr gecəsində nazil etdik. Ən çox insanı düşündürən, bəzən bizim fərqimizə varmır, dəfələrlə alimlər, ulamalar, din böyüklərimiz, xətiblər, muizə edənlər
söhbət edirlər, siz özləriniz kitablarda oxuyursunuz. Leyletul Qadri xeyrun min elfi şehr. 1000 ay bu gecə, yəni bu bir gecəmiz 1000 aydan xeyirlidir. Bu gecənin də müddəti indi saat 12-1-ə işləmiş biz əhya namazı qıldıq. 2 saat, 3 saat, yəni biz sübh azanına kimi məsafə bu qədərdir, zaman fasiləsi. Həmən bu zaman fasiləsi 1000 aydan üstündür. 1000 ay, daha doğrusu Leyletul Qadr xeyrun min elfi şehr. Bəli. 1000 aydan üstündür. 83 il 4 ay təqribən edir 1000 ay. 83 il 4 ay. Gün hesabı ilə 30.437 gün elir. 30.437 günün fəzilətini, xeyrini, savabını bu bir gecədə alırsan. Bu bir gecənin o oya qaldığı hissələr var ha. Əhya saxlayırsınız siz. Bunda alırsan. Gör, nə qədər böyük bir rəhmət, bərəkət sənə tərəf gəlib. Həzrəti Əli əleyhissalam, biz neçə gündə Əli əleyhissalamın qılın zərbəsi almasından, şəhadətindən, dəfnindən danışırıq. Böyük bir varlıq ki, Allah onu Qur'an-ı Kərimdə tərif edir, Peyğəmbərimiz tərif edir, məsumlar tərif edir, İslam alimləri tərif edir, İslamda olmayan alimlər onu tərif edir və bu günə kimi Həzrəti Əli əleyhissalamı doğru, düzgün onun haqqında bizə tanıtdırmaq istəsələr tanıtdıra bilmirlər. Çünki Həzrəti Rəsulullah buyurur ki, ya Əli, səni tanımadı Allah və mən. Yəni Allah və mən, mənim kimi səni heç kəs tanımadı. Həzrəti Əli əleyhissalamın mübarək bir hədisi var, məşhur bir hədisdir, dəfələrlə eşitmişsiniz, bəlkə də 100 dəfələrlə eşitmişsiniz. Bugün həmən hədis üçün fürsət olan bir gecədir. Mən istəyirəm onu təkrar istədiyim və siz özünüz bu hədisə baxın. Əli əleyhissalam nə buyurur? Buyurur, mən ərəfə nəfsəhu fəqəd ərəfə Rəbbəhu. Hər kəs özünü tanıya, öz nəfsini tanıya, öz kimliyini tanıya, onu tanısa Allah'ın tanıyar. İnsanın Allah'ı tanıması hardan gedir? Özünü tanımasından. Bax, buna çox diqqət edin. Bu gecə sizin özünüzü tanıma gecəvizdir. Özünüzü dərk eləmədir. Mən kiməm? Hardan gəlmişəm? Allah məni niyə xəlq edib? Mən bu əhya gecəsində burada nə edirəm bu gecənin bu vaxtı? Bunları insan tanısa, dərk eləsə, insan Allah'ın tanıyar. Həzrəti Əleyhisselam buyurmur ki, kim Allah'ı tanısa özünü tanıyar. Kim özünü tanısa Allah'ın tanıyar, Rəbbini tanıyar. Bu gecə Allah'a and verərik izzətinə, cəlalına, böyülünə xatir, nazil olan Qur'ana xatir. Qur'an ki, Peyğəmbərimizə nazil olub, o Peyğəmbərə xatir. Bu gecənin şəhidi Həzrət Əleyhissalama xatir, xanım Fatimə Zəhraya xatir, İmam Həsən Müştəbə Əleyhissalama, İmam Hüseyin Əleyhissalama, biz 14 məsumun hamısına xatir bu gecə inşallah ürəkdən bir-birimiz üçün dua edərik inşallah. Dua gecəsidir, istiğfar gecəsidir, tövbə gecəsidir. 19-cu gecədə alimlər yazır, deyirlər ki, insanın təqdir gecəsidir. Həmən vaxtı o insanın qədəri görsədilir. Onun üçün nə olacaq bir illik müqabilində? Onlar görsədilir. Sanki bir vərəqə yazılır. 21-ci gecədə o möhkəmlənir. O dəqiqləşir. Dəqiqləşir ki, həqiqətən bu insan üçün bir il ərzində onun yaşayışı, həyatı, ölümü, ruzisi, xəstəliyi, övladı dəqiqləşəndən sonraki qərar, imza haçandır, möhür haçan vurulur, möhür bu gün vurulur. İmza bu gecə, bu gecə. Bu gecə o imzanın atıldığı gecədir, bu gecə o möhürün vurulduğu gecədir. Bax, sizlər həmən bu gecədə buradasınız. Məxsusən gecədə xüsusilə əməllərimizdə, davranışlarımızda diqqətli olaq, namay əməlimizə imza, möhür vurulan gecədir.
Bu gecə dualar insanın imanı, ibadəti, zikirləri, mənəvi saflığı bizi Allaha tərəf aparan bir yol üçün fürsət bir saatlardır. Bəlkə də yolun özüdür bu gecələr. O ki deyirik Sırat-ül Müstəqim, namazda Fatihə surəsində məni doğru düzgün yola, o doğru düzgün yolun başlanğıcı buradan başlayır. Quran nazil olan gecədən, Əhya gecələrindən. Və sonra nə buyurursan? Ən'amtə aleyhim. Bu gecə neymət verilən kəslərin o Sırat-ül Müstəqimdə getdiyi yolda, yalvarışımızda onu istəyirik. İlahi, məni doğru düzgün yola hidayət elə, məni neymət verdiyin kəslərin yolunda qərar ver. O yolu istəyirəm səndən. Qayril məğzubi aleyhim vələddalin. O ki, o zəlalətə düşüblər, qəzəbin onlara düçar olub. İlahi, o yolu istəmirəm. Məni o yoldan uzaq elə, məni Sırat-ül Müstəqimə, neymət verdiyin kəslərin yoluna hidayət elə. Bu 3 gecədə, bu bir ayda, bu Ramazan günlərində biz artıq öz yolumuzu aydınlaşdırdıq, mövqeyimizi ortaya qoyduq ki, biz İlahi Pərverdigara, sən ki Qur'an-ı Kərimdə buyursan, mən insi və cinni əbəs yerə yaratmışam ki, mənə bəndə, ibadət, itaat, qul olsunlar. Bax, biz bu günləri o qul olmağımızı, bəndə olmağımızı, mövqeyimizi ortaya qoymuşuq. Gecənin bu vaxtı biz bu gecədə gəlmişik, tövbə edirik, istiğfar edirik, əfv edirik. Niyə? Demək istəyirik ki, İlahi Pərvəri, ey Allahım, ey mənim Rəbbim, bilərəkdən, bilməyərəkdən günah eləmişəm, səhv eləmişəm, xəta eləmişəm, bəzən başa düşmüşəm, bəzən başa düşməmişəm, amma indi gəlmişəm. O yol ki demişdim, mən gəldim o yola. Birinə dilərə balam, yola gəl, dinə, imana gəl. Mən gəlmişəm o yola, peşman olmuşam. Sən bağışlayansan, sən rəhm edənsən, sən əfv edənsən. Sən məni bağışla, məni əfv elə, mənim üzrümü qəbul elə. Etiraf gecəsidir bu gecə. Birinci Əhya sən gəldin, çoxları gəlmədi. İkinci Əhya gəldin, yenə çoxları gəlmədi. Özündə güc tapdın, nəfsivə güc gəldin. Yenə deyirəm, o şirin yuxuva, belə deyək, haram qayıtdın, yenə üçüncü gecə yenə gəldin. Bu gəlişin, sənin bu şəkildə gəlişin şeytanın qəzəbinə səbəb olur. Şeytan əsəbləşir, qəzəblənir, narahat olur. Allah'a sevindirirsən sən bu gəlişindən. Allah fəxr edir bəndələri ilə. Hansı bəndələrlə fəxr edir? Bax, sizlərlə. Peyğəmbər Rəsul Xuda deyir, mənim qardaşlarıma salam deyin. Hansıdır? Kimdir Peyğəmbər Rəsul Xudanın qardaşları? Deyir, ey Allahın Rəsulu, bizlər buradayıq da, sənin qardaşların bizi, səhabələrin bizi, dostların bizi. Həzrət buyurur ki, məni görmədən mənə iman gətirənlər, əlini görmədən əliyə iman gətirənlər, İmam Həsəni görmədən İmam Həsənə iman gətirənlər, İmam Hüseyni görmədən ona iman gətirənlər, xanım Zəhranı görmədən ona iman gətirənlərdir mənim qardaşlarım. Quran-ı Kərimdə bir ayədə keçir, Həzrəti İbrahim əleyhissalamla bağlıdır, İbrahim surəsindədir. Surədə buyurulur ki, Rəbbənə iğfirli və li valideyyə və lil müminə yevmə yəqumul hesab. Birinci, deyir ki, İlahi Pərverdigara, məni bağışla. Çox maraqlıdır, deyir, məni bağışla, sonra deyir, valideynlərimi və sonra deyir, möminləri. Bir növ məni bağışladan niyə başlayır? İnsan birinci özü tövbə edər, özü bağışlamaq istəyər, təmizlənər, saflaşar, paklaşar. Təmiz olduqdan sonra, istiğfar etdikdən sonra atası üçün, anası üçün, valideynləri üçün bağışlamaq istəyər və sonra möminlər üçün. Birinci insan, bax, o Əhyada sanki özümüzü təmizlədik, istiğfar etdik. Onu etdikdən sonra yaxınlarımız üçün, əzizlərimiz üçün, amma sonradan bütün ümmət üçün.
İnsan dua edir. Dualarımızda ən çox kimlər üçün? Özümüzlə bərabər digərləri üçün də dua edirik. Şeytan hər vəcinə, nəfsimiz, o nəfsani istəklərimiz hər vəcinə bizi yayındırmaq istəyir. O sirat-əl müstəqimdən, o nemət verdiyi kəslərin yolundan azdırıb, qeyrılmaq, o zəlalətə, Allahın qəzəbinə düşar olmuş şəxslərin yoluna aparmaq istəyir. Hər vəcinə. Namaz qılırsan, oruç tutursan, ibadət edirsən, zikirlər edirsən, tövbə edirsən, peşman olursan, yenə şeytan dinc qalmır. Elə hey daim və yaxud nəfsi istəklərin. Biz hər dəfə bura gələndə dedik ki, şeytanın bağrı çartlayar, narahat olar. Allahın sevincinə səbəb olarsan. Allah Teala buyurur ki, mən bəndələrimlə fəxr edirəm. O hansı bəndələrdir? Bax, yenə deyirəm, bax, sizlərsiz. Allahın mələklər qarşısında fəxr etdiyi bəndə. Əhya saxlayırıq, namaz qılırıq, təvəssül edirik, dua edirik, zikr edirik. Mən keçmişlərdə danışmışam, mən də kitablardan oxumuşam, ustadlardan eşitmişəm. Bəzən bizim danışdıqlarımız, bəzi insanlar deyir ki, rəvayət danışır, nağıl danışır. Yox, siz bunlara diqqət edəsiniz, bunlarda bir ibrət var, bir hikmət var. Birisine elə deyirlər ki, qardaş, get məscidə, get namaz qıl. Bugün bir nəfərlə rastlaşdım. Görüş əsnasında elə bu geyimdeydim. Bəzən görürsən ruhani geyimdə oluram, bəzən görürsən olmuram. İndi bu geyimdeydim, gəldim, oturdum. Gördüm qarşısında çay var. Dedi ki, oruç tutmusan, çay içirsən, mənə çay təklif elədi, çay içmək. Dedim, yox. Dedim, dərmanları göstərdi. Dedi, görürsən, mən xəstəyəm, oruç tutum. Dedim, elə mən də xəstəyəm. Sağlam adam kim var? Barmaqla sayılası. Elə kimi dindirsən, deyər, xəstəyəm, düzdürmü? Dedi, şəkərəm. Dedim, mən də şəkərəm. O xəstəliklərin sadə, dedim, 50 yaşdan sonra bütün insanlarda səndə deyən xəstəlik var. Böyrək xəstəlik, qaraciyər xəstəlik, qulaq, diş və s. belə. Əzə üzvləri ağrıyır da mı da? Deyir ki, o evdəkilər oruç tutur. Dedim, ay maşallah, Allah qəbul etsin. Mən ona dedim, sən özün bir dəfə evdəkilərlə durmuşsan, səhər-səhər ki, ilahi pərverdigərə, bax, bu orucu sənə görə tuturam. Sən o başlana dur sahura, orucu tut və Allahla razı niyaz elə. Gördün, o şəkər sənə güz gəlir, təzik sənə güz gəlir, Allah Teala nə buyurur? Deyir, ondan sonra dərmanımı iç, çörəyi ye, yeməyi ye, orucu aç. Sən heç günah da yazılmaz. Əgər həqiqətən gördün, xəstələndin. Yoxsa mən elə 2 dənə dərman atacağım, elə bir insan yoxdur, burada olanların 90% dərman atır. Müxtəlif xəstəliklərlə bağlı dərman atır. İnsan özü, bayaqdır, nəfsinə güz gəlib, bir gün o səhər durmusan, yoldaşın durub, uşağın durub o başlana, sən də dur onlarla. Bizdə görürsən, dində çox vaxt alimlər nəyi tövsiyə edirlər? Deyirlər ki, evdə uşaqlar əgər həddi buluq yaşına çatmayıblarsa, məcbur deyirlər, onlar oruç tutsunlar. Amma onları özümüzlə o başlanlıq süfrəsində otuzdurun, dualarda iştirak eləsinlər. İftar süfrəsində sizlə otursunlar. Hətta oruç tutmasalar belə. Böyük alimlər nə deyirlər? Deyir, oruç tutmasan belə, sən çöldə cəmiyyətdə özvə elə apar ki, sən oruçdansan. İndi şeytan yenə deyirəm də, hər vəzlə istəyir insanı, sadə bir şeylərlə İnsan bir bəhanə axtır. Birinin gözü ağrıyır, məsələn, sadəcə bir gözündə bir qızartı var. Gözüm ağrıyır, o gözüm ağrıyır, elə deyir, qulağım ağrıyır, barmağım ağrıyır və s. və ilə axır. Bunları bəhanə gətirib oruç tutmaq istəmir. O birinə deyirlər ki, qardaş, gəl məscidə, namaz qıl, oruç tut, belə. Bir dəfə deyirlər, 2 dəfə deyirlər, axır bir qərara gəlir ki, deyir, gedin məscidə. Gəlir, məscidə gəlir, paltarını əyin başını geyinir, keçinir, gəlir məscidə, məscidin bir yerinə çatanda elə bir kimsə ayaq uzadır, bunu yıxır yerə, üst başı, geyim, paltar, hamısı çeşlənir. Qayıdır evə, deyir, mən məscidə gəlmək istirdim, namaz qılmaq istirdim. Evdə deyir, gedim, gedməyim. Yenə özünə güz gəlir, toparlayır özünü, təzdən paltarını geyir, geyinir, keçinir, deyir, gedim məscidə. Bu dəfə bir qədər də önə gəlir, məscidə qapısına yaxınlaşanda təzədən yenə elə bir kimsə bunu yıxır yerə, yenə üst başı çeşlənir, deyir də bu şəkildə mən məscidə girə bilmərəm ki, qayıdır evə. Qayıdır evə, yenə fikirləşir, öz-özünə düşünür, nəfsi ilə mübarizə aparır, deyir, yox, mən gedməliyəm, bugün heç mən gedməliyəm məscidə.
Üçüncü dəfə gedəndə görür kimsə bunun üçün bir fənər tutub, qaranlıqda gecə, axşam. Gəlir, bunu aparır məscidə. Namazını qılır, qutarır, deyir, sən kimsən? Deyir, mən şeytanam. Deyir, şeytan adamı məscidə aparması için. Bəzən bəzi məqamlar olur, şeytan bizim davranışlarımızdan, hərəkətlərimizdən, Allahla ibadətimizdə, o nəfsimizə güc gəlməyimizdə nalə çəkir. Mən bir yerdə bir kitabda oxudum, deyir, insan bəzən sübh namazına dura bilmir də, görürsən telefon qoyur, uşaq qoyur, nə bilim orada saatı qoyur, hər nə formada görürsən ki, sübhü verdi qəzaya. Durandan sonra o qədər peşiman olur, o qədər özünü danlayır. Deyir, biri o şəkildə elə özünü danlayarmış, bir gün elə bir kimsə onu sübh namazına durğuzur. Deyir, sən kimsən? Deyir, şeytanam. Deyir, şeytan adamı sübh namazına durğuzmaz, yatışdırar. Deyir, sən ki, sübh namazını qəzaya verirsən, o qədər peşman olursan, o qədər əziyyət çəkirsən, o qədər nağrə çəkirsən, sənin tövbən, peşmanlığın məni narahat edir. Mənə əzab əziyyət verir. Deyirəm, elə durub namazını qılasan, bu qədər tövbə eləməyəsən. Bu şəxs də gəlir, bir dəfə, iki dəfə, üçüncü dəfə deyir, bəli, mən buyam. Deyir, sən birinci dəfə gəldin, yıxıldın, üst başın batdı, qayıtdın evə, gələndə Allah Taala sənin günahlarını bağışladı. İkinci dəfə yenə bu hadisə təkrar oldu. Getdin, qayıtdın, Allah sana sənin qohumlarının, yaxınlarının, ətrafının günahını bağışladı. Üçüncü dəfə gəldi, dedim, yıxılıb, yenə getsən, gəlsən, Allah bütün ümmətin, məmləkətin günahlarını bağışlar. Dedim, elə qoy sən gələsən. Yəni, şeytan istəməz ki, Allah bizi bağışlasın. Şeytan hər fürsətlə istəyir ki, İnsan o günahda qalsın. Mən o Kumel duasının şərhində elə istərdim, bugün biraz elə cümə axşamıdır, cümə axşamından cüməyə keçən gecədir, elə ona da bir məsələyə toxunaram bacardığım qədər. Kumel duasının şərhində yazır, deyir, bir nəfər elə günah edir, tövbə edir, günah edir, tövbə edir, günah edir, tövbə edir, bir gün usanır ki, Allahdan ona nida gəlir ki, bəndəmə dinə, nə qədər tövbə eləsə, tövbə qapısı açıqdır. Mən onun tövbəsini qəbul edərəm. Tövbə eləməkdən usanmasın, çəkinməsin. O tövbə etməyəndə şeytan sevinər, tövbə edəndə mən sevinərəm. Hətta bəzi alimlər deyir ki, tövbə edən şəxs Allah qatında elə bir şəxsdir ki, öz əzzini itirmiş, öz ən dəyərli, qiymətli bir əşyasını itirmiş insan bir neçə müddət onun axtarışında olur. Onu tapanda nə qədər sevinirsə, Allah azmış bəndə təzədən Allaha tərəf qaydanda, tövbə edəndə Allah bax, ondan da daha çox sevinər. Allahın sevincinə səbəb olar o tövbə edən bəndə. Peyğəmbər zamanına sələvat edəyilər. Bax, belə, indi sizin bura 3 dəfədir gəlişiniz, həm sizin, həm valideynlərinizin, Quran-ı Kərimdə burada Allahumma qfirlil və livaliyyə və lilmu'mininə, məni, valideynlərimi və möminləri bağışla. Həm özünüzü bağışlada bilirsiniz, həm valideynlərinizi. Fürsətdir bu gecələr valideynlər üçün rəhmət oxumaq, onların bağışlanmağını diləmək, onların hidayətini istəmək və yaxud valideynlər övladlarının hidayətini istəmək üçün xüsusi bir gecələrdir. Əhl-i Beytin yolu nədir duada? Bu gecədə Əhl-i Beyt duası nədir? Onlar əvvəl ümmət üçün dua edirlər, cəmaat üçün dua edirlər, sonra özləri üçün. Hətta Peyğəmbər Rəsulullah qiyamət günü ona buyurulanda ki, cənnətə, beyişdə daxil ol, Həzrət üzünü çevirər arxaya, deyərlər, niyə daxil olmursan? Deyər, bəs ümməti. Ümmətimə görə narahatam. Bəs istəyirəm, onlar da cənnətə gəlsin, beyişdə gəlsin. Görürsünüz, özü üçün yox. Xanım Fatimə Zəhra salamullah aleyhə dua eləyir. Baxırlar, görürlər ki, hamı üçün dua eləyir, özü üçün eləmir. Deyirlər, bəs özün üçün niyə dua eləmirsən? Deyir, əvvəl car, sümmə dar. Əvvəl başqaları, qonşular, sonra özümüz. Ramazanın bir fəlsəfəsi də budur ki, oruç tutmağının bir fəlsəfəsi də budur ki, insan ac qalmaqla başqaların dərdin, susuzun, acın, ehtiyacı olan insanın ehtiyacını hiss edir. Hiss edir ki, insan az olanda nə olur? Az olan insan nələr çəkir? Susuz nələr çəkir? Ehtiyaclı insan hansı əziyyətləri çəkir? Sən ümumi olursan, bəşəri olursan. Bugün hamı üçün dua edək. Tək özümüz üçün yox.
özümüz üçün də dua edək, valideynlərimiz üçün də. Bugün bəşər elə bir vəziyyətdədir ki, dünya elə bir vəziyyətdədir ki, bu dünyanın gərdişindən, dövranından olan hadisələrdən baş çıxartmaq, yol tapmaq, düzgün düşünüb, fikirləşmək çox çətindir. Mövqeyi ortaya qoymaq çox çətindir. Elə bir insanları formata salıblar, biri telefonla, biri televiziyayla, biri o biri xəbərlə, biri bu biri sosial şəbəkəylə. İnsan doğru düzgün düşünə bilmir. Çünki əlavə yad məlumatlar bizim zehnimizə, beynimizə, düşüncəmizə yad məlumatlar çox ötürülür. Bu məclislər, indi bax, siz telefondan istifadə eləmirsiniz, indi bəziləri əlində gəzdirir, işim yox. Bax, bu 1 saatı, 2 saatı görün, nə qədər rahatlaşırsınız siz. Kumel duasından dedim danışacağım, elə o duanın şərhində orada bir mövzu mənim qabağıma çıxdı. Mənsur İbni Əmmar adında, onun dövründə bir övliya olub, bir mömin olub, bir alim olub. Bir şəxs günah məclisi təşkil edir, öz qulunu göndərir, 4 dirhəm pul verir quluna ki, get bazara bazarlıq elə, mənim məclisim üçün. Qul gedir, görür ki, bazara gedən yolda Mənsur İbni Əmmar bir dəstə insanı yığıb, onlarla danışır. Deyir, baxım, görüm, onlarla nə söhbət edir, nə danışır. Bir də görür ki, Mənsur deyir ki, burada bir miskin var. Cəmaata deyir, hər kəs bu miskinə 4 dirhəm versə, 4 dirhəm sədəqə versə, ona 4 dua edəcəyəm. Bu qul deyir ki, mən bu 4 dirhəmi aparım, ağam üçün bazarlıq eləyim. Ağam da orada bir dənə günah məclisi təşkil edib. Bu mənə nə verəcəksinə? Elə fürsətdir, mən bu 4 dirhəmi verim bu miskinə. Bu Mənsur İbni Əmmar da övliyadır, mömindir, böyük bir alimdir. Mən üçün dua edər. Və o 4 dirhəmi verir Mənsura, Mənsur da verir o miskinə və gedir. Mənsur deyir ki, sən nə dua istəyirsən? Mən sənin üçün nə dua edim? Deyir, mən 4 dənə dua istəyirəm, onları mənim üçün elə. Birinci, Allahdan istə ki, Allah məni azad eləsin. Qulluqdan, qul olmaqdan azad olun. İkinci, dua elə ki, mənim ağam tövbə eləsin. Tövbə ona qismət olsun. Üçüncü, dua elə ki, o 4 dirhəm ki verdim o miskinə, o mənə qayıtsın, ağam daha məni incitməsin. Dördüncü duam da budur ki, o günah məclisində əyləşənləri Allah Teala bağışlasın. Məni, ağamı və o günah məclisində əyləşənləri bağışlasın. Deyir, yaxşı. Həmən qul əli boş gedir, 4 dirhəmi verib miskinə, ağa gəlir, görür ki, bəs bazarlıq hanı? Deyir, bəs halı qəziyə belə, gedirdim, rast gəldim Mənsur İbni Əmmara, belə bir hadisə, dedi 4 dirhəm miskinə ver, mən də o 4 dirhəm verdim, əvəzində 4 dua almışam. Deyir, dualar nədir? Deyir, dualarımdan birinci budur ki, ona dedim ki, Allaha dua eləsin ki, Allah məni qul olmaqdan azad eləsin. Bu, ağası baxır, fikirləşir, deyir, mən səni azad elədim, birinci dua qəbul oldu. İkinci nə dua eləmişsən? İkinci duam budur ki, Allah sənə tövbə nəsib eləsin. Fikirləşir bir qədər, deyir, bugündən mən tövbə elədim, əstəğfurullah, Rabbi və atubileyh. Daha bu günah işlərdən, günah məclislərdən tövbə elədim. Üçüncü nə dua eləmişdin? Deyir, üçüncü duam bu idi ki, o 4 dirhəm ki mənə vermişdin, o qayıtsın mənə, mən gətirim verim sənə. Deyir, gələ, bu da sənin 4 dirhəmin. Dördüncü duan nə idi? Deyir, dördüncü duam bu idi ki, Allah məni, ağamı və bütün məclis əhlini bağışlasın. Deyir, bu 3 dənəni mən edə bilərəm. Dördüncüsü mənə aid deyil, mənim ixtiyarımda deyil, mənim gücümdə deyil. Onu Allahın əlindədir. Və deyir, elə gecə bu fikirlə, bu düşüncə ilə indi o qulu azad edib, 4 dirhəmini verib, özü tövbə edib, yuxudan bir səs gəlir və o səsdə ona deyilir ki, ey bəndə, sən öz fəqir halınla vəzifənə əməl etdinsə, necə ola bilər ki, biz sonsuz kərəmimizlə həmin istəyə əməl etməyəcək? Biz səni də bağışladıq, o qulu da bağışladıq, o günah məclisdə iştirak edənlərin hamısını bağışladıq. Salavat Peyğəmbər zamanla inşallah. Biz, bəzi insanlar var, bugün tapılıblar daha doğrusu, o sosial şəbəkə qəhrəmanları, alimlər, dinşünaslar, ilahiyyatşünaslar, Quranşünaslar, o qədər, o mükəmməl bilirlər, hətta gəlib o yerə çıxıblar ki, deyirlər, nə mən Qurana inanıram, nə Peyğəmbərə inanıram, nə din,
Nə Allah? Hətta o səviyyədə var. Bəzən görürsən, bunlar özlərini ziyalı adlandıran şəxslərin içində olur. Baxırsan, bir özünü ziyalı adlandırır və elə bir ziyalı insan, bilirsiniz kimlərdir? Bizim zamanlar bilməz, yaşlı nəsil belə. Ziyalı insanlar bizim klassiklərimiz olub. Molla Məhəmməd Füzuli, Şeyx Nizami Gəncəvi, Məsədi Gəncəvi, Əliağa Vahid, Seyyid Əzim Şirvani, Molla Pənəf Vaqif, Molla Vəli Vidadi, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabi, Mirzə Şəfi Vazi. Nə, indi yadımda olanları mən dedim sizə. Ziyalı bunlar olublar. Bunların Allaha da, dinə də, imana da, Peyğəmbərə də, Əhl-i Beytə də məhəbbət sevgisi sonsuz olub, hədsiz olub. Onların yaradıcılığına baxın, görünsünüz, nə qədər Qur'ana, Əhl-i Beytə müraciət ediblər. Nizami Gəncəvinin əsərləri hamısı Allahın məhddən başlayır, Peyğəmbərdən sonra Əhl-i Beytdən. Füzuli o şəkildə, Mirzə Ələkbər Sabir o şəkildə. Satirik şair olub. Amma Qur'ana, İslam'a elə bir yanaşması olub ki, bugün özünə ziyalı deyir və başlayır Allah yoxdur və s. bilaxır. Yəni, bir məsəl mən sizə olmuş hadisəni deyim, indi bəlkə sizin də qarşınıza çıxıb. Bu, onkoloq olub, xərsəng həkimi olub, böyük bir professor olub, doktor olub. Markos adında. Bu Allah'a inanmayıb, Allah'ı tanımayıb. Deyim, Allah tanımıram. Böyük alim olub, həkim olub, ziyalı olub, savadlı olub. Amma savadar həkimidir. O həkimidir ki, bu Allah'ı tanımır, Allah'a inanmır. Və bir gün mühazirə oxumaq üçün bir xarici ölkəyə getmək olur. Minir maşınına, gəlir, bir yerdə yolu azır, maşını xarab olur. Qaranlıq, hava soyuq, yağış yağır. Tanımadığı bir yerdir, ora baxır, bura baxır, bir daxma görür. Daxmanın qapısını döyür. Deyir ki, bəlkə evdə telefon ola, mən zəng edeyim tanışlarıma, dostlarıma, ünvanı deyim, gəlsinlər məni buradan ya hava limanına aparsınlar, gecikirəm təyyarəyə. Ya da maşınımı düzəltsinlər, mən buradan bir təyyarə tapım, bir qardaş, bura elə bir yerdir ki, burada telefon yoxdur. Bir xanım açır qapını. Deyir, telefon yoxdur, baxır buna yağış, hava soyuq, deyir, keç səri, qızım bir çay iç. Buna çay, çörək verir və birdən azanın səsi gəlir. Azanın səsi gələndə xanım deyir, mən gedirəm namaz qılmağa. Əgər namaz qılırsansa, xalça, səccadə oradadır. Deyir, sən get namaz qılmağa, mən Allahı tanımıram, Allah'a inanmıram. Qadın ona heç nə demir, keçir otağa, namazın qılır, qonşu otaqdan uşaq səsi gəlir. Bu, həmən bu həkimin diqqətini, o qulağına uşaq səsi çatır, baxır qonşu otağa, görür ki, bir uşaqdır, bu qadın da canamazını açıb dua eləyir. Kişi oradan baxır, deyir ki, həkim baxır, deyir ki, abalam, nəyə dua eləyirsən, kimə dua eləyirsən, sənin duavı kim eşlər? Deyir, mən Allaha dua eləyirəm. Deyir, sən Allaha dua edib nə istəyirsən? Allah var ki, sən dua eləyirsən. Deyir ki, mənim bu uşağım ki var, indi sən görürsən ağlayır, bunu burada aparmışam həkim müayənəsinə, neçə həkim müayənəsinə, bu xərsəng xəstəlidir, onkoloji xəstədir. Həkimlər deyiblər ki, bu xəstənin dərdinə dərman onkoloq, Markosdur, Markos. Markos adında bir həkimdir. Allaha dua edirəm ki, o Markosla mən görüşə bilim, uşağım şəfa tapsın. Bu sözləri deyəndə o həkim mat-məətəl qalır, gözləri dolur, özündən asılı olmayaraq diz üstə çökür, səcdəyə gedir və ondan sonra Allaha iman gətirir. Yəni Allah Teala heç bir şeyi səbəbsiz eləmir. Bəzən bu formada insanlara başa salır. Dualarımız bəzən biz dedik ki, qəbul olmur. Bax, Allah belə möcüzəli şəkildə, siz özünüz, hər biriniz etdiyiniz duada bir möcüzə görmüşsünüz. Görmüşsünüz duavız necə qəbul olub, hacətiniz necə qəbul olub. Bax, bu gecə həmən gecədir, bu gecə xüsusi bir gecədir. Bu gecə cümə axşamından cüməyə keçən gecə Həzrəti Əli əleyhissalamın Kumeylə dediyi bir dua ki var, bu arif və aşiqlərin duasıdır. O dua məxsusən bu gecədə. Əllamə Məclisi Kumeyl duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid İbn Tavusun İqbal kitabına əsaslanaraq özünün Zadül Məad kitabında yazır ki, Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövla Əleyhisselamın yanında oturmuşdum. Şaban ayının 15-ci gecəsindən söz düşdü. Həzrət Əleyhisselam buyurdu ki, hər kəs bu gecəni oya qalıb ibadət etsə,
Həzrəti Xızır əleyhissalamın duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. Buyurdu ki, ey Kumel, elə ki bu duanı öyrəndin, ya hər cümə axşamı, bu axşam, ya ayda bir dəfə cümə axşamı, ya ildə bir dəfə cümə axşamı, ya da ömründə heç olmasa bir dəfə cümə axşamı o duanı oxu. Bu dua səni düşmənlərin şərindən qoruyar, sənin ruzuvu artırar, günahlarının bağışlanmağına vəsilə olar. Ey Kumel, belə bir neymət və kəramətlə ucalmağın səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Otur, yaz. Və başlayır o Kumel duasını yazmağa, deyir, mərhum Kəfəmi Misbah kitabında Həzrət Əleyhisselamın bu duasını səcdə halında oxuyardı. Kumel duası ki var, biz bəzən səbrimiz çatmır. O alim deyir, o duanı səcdə halında oxuyardı. Üzü qiblə olmalıdır, mütüm görkəmdə olmalıdır, sınıq qəlbli olmalıdır, insan xalis niyyətlə, ağlar gözlə, qəmli səslə oxumalıdır. Və deyir, bu halda oxunan dua, onun qəbul olunması ehtimalı çoxdur. Və bəzən göz yaşları tökürük, bəzən qəmli oluruq, kədərli oluruq. Bunlar hamısı böyük dəyərə malikdir. Göz yaşı tökmək insanın günahlarının bağışlanmasına, Allahın qəzəbinin soyunmasına, ilahi rəhmətə qovuşmağa səbəb olar. İmam Cəfər Sadiq əleyhissalam buyurub ki, bir damla göz yaşı dəryalarca ateşi söndürər. Dəryalarca ateş. Dəryalarca ateş nədir? Bizim etdiyimiz günahlardır. Qiyamətin günündə od şəklində, ateş şəklində göstəriləcək. Əgər insan bir damla göz yaşı Allah üçün tökübsə, deyir ki, o bir damla yaş dəryalarca ateşi söndürər. Deyir, göz yaşardığı vaxt zülmət və xarlıq üzdən çəkilər. Göz yaşı axıdan kəsə Allah cəhənnəmi haram edər. Həzrəti İmam əleyhissalam buyurur ki, bir hədisində, günü üç göz qiyamətin günü ağlamaz. Onlardan biri Allahın haram buyurduğundan gözünü çəkən göz. Ramazanda nə deyirik? İnsanın gözü də oruc olmalıdır. İkincisi, Allahın qorxusundan ağlayan göz. Üçüncüsü isə Allah yoxunluğu yolunda gecələr əhya qalıb yuxusuz qalan göz. Bu sizin gözləriniz bugünkü həm qəmli gözləriniz, həm yaşaran gözləriniz, həm Allah üçün yuxusuz qaldığınız bu gözlər Allah qatında çox dəyərlidir və üstündür. Bu gecə həm Qədir gecəsidir, həm də cümə axşamından cüməyə keçən gecədir. Bu bəlkə Qədir gecələri ki, nə qədər siz yaşamısınız, belə bir Qədir gecəsi təsadüf olur. Cümə axşamından cüməyə keçən gecə. Əhl-i Beyt rəvayətlərində dua üçün ən münbit vaxt, ən gözəl vaxt cümə axşamından cüməyə keçən gecədir. Bu bir fürsətdir. Həm Qədir gecəsidir, Əhya gecəsidir və bir də cümə axşamıdır. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan Qədir gecəsini oxşayır. Birdən bugün Qədir gecəsi olmasa, sıradan bir cümə axşamı olsa, buyururlar ki, o cümə axşamı Qədir gecəsinə bərabərdir. İndi cümə axşamı Qədir gecəsinə bərabərdir, üstə gəlir Qədir gecəsi, Əhya gecəsi. İki qat bu gecə dəyərlənir. Çalışın cümə axşamının namaz, dua, zikir, tövbə ilə sübhə kimi oya qalın cümə axşamları. Buyururlar ki, Allah Teala cümə gecəsi, bu gecə iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, bir rəvayətdə buyurur ki, bəzən Allah xeyir olaraq möminin duasını təxirə salar. Möminin duasını təxirə salar, cümə vaxtı, cümə axşamı bu gecə qəbul edər. Birinci gün dua edərsən, ikinci gün, üçüncü gün deyir, onu o qədər təxirə salar, cümə axşamına qədər, cümə axşamın duasını qəbul edər. Bir hədis var, məşhurdur, Quran-ı Kərimdən də ayə varımızdır da, Həzrəti Yaqub əleyhissalamın övladları, oğlu, qardaşları Yusifi quyuya atırlar, hadisələr sonra nə olur? O qardaşlar gəlirlər, Həzrəti Yaqub əleyhissalamın yanına nə deyirlər? Deyirlər ki, Allah Teala'dan bizim üçün bağışlanma istə, dua elə, Allah bizi bağışlasın.
Yaqub əleyhissalamın övladları, o bəziləri var edir, Allah insana şah damarından yaxındır, sən Allaha birbaşa dua elə. Qur'an-ı Kərim buyurur ki, Yaqubun övladları gəldilər Yaqub Peyğəmbərə dedilər ki, sən Allaha dua elə, Allah bizi bağışlasın. Elə özləri dua eləyərlər, Allah bizi bağışla da. Da niyə Yaqub əleyhissalama deyirdilər? Hədis buyurur ki, Yaqub əleyhissalamdan dua istədikləri vaxt, Yaqub əleyhissalam onlar üçün dua bağışlanmağı cümə axşamına qədər uzatdı. Cümə axşamı onlar üçün dua elədi. Allah Taala bir mələyə cümə axşamı bugün göstəriş verər ki, gecənin əvvəlindən sonuna dək onun adından belə nida eləsin. Bir mələyi Allah Taala bu gecə göndərir və Allahın adından nida edir. O nidaları deyirəm, sonra sizlər üçün dua edərəm inşallah. Sübh açılmamış dünya və axirət üçün bir mömin məndə məni çağıracaqmı ki, mən onun duasını yerinə yetirim? Allah mələyə buyurur ki, çağır. Gör bir dənə bəndə bu gecə, cümə axşamı gecəsi, bu Qədr gecəsi, bu Əhyə gecəsi, sübh açılmamış dünya və axirət üçün mömin bəndə çağıracaqmı ki, mən onun duasını qəbul edim? Allah deyir, bu gecə məni çağırın, mən sizin duanızı qəbul edeyim. Sübh açılmamış bir mömin bəndə günahdan tövbə edəcəkmi, mən onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mömin bəndə ruzi istəyəcəkmi, mən onun ruzisini verməyim? Sübh açılmamış bir xəstə mömin istəyəcəkmi ki, mən ona şəfa verməyim? Görəsən, sübh açılmamış bir məhbus dua edəcəkmi ki, mən onu məhbəsdən azad etməyim? Görəsən, haqqında zülm edilmiş bir mömin sübhdən qabaq məni çağıracaqmı ki, mən onu zalimdən, onun intiqamını alım, onun duasını qəbul edeyim? Bu mələk deyir, sübh açılana qədər nida edər. Bax, bu gecə sübh açılana qədər nida edər ki, hanı o şəxs? Və cümə axşamı üçün bir sıra namazlar, dualar, zikirlər müəyyənləşdirib ki, onlardan biri də Kumel duasıdır. İnşallah Allah nəsib eləsin, Bikey Allahdan sonra Kumel duasının o dualarını, yəni Bikey Allahdan sonra mən oxuyaram, o kitabda olanlardan. Siz də inşallah bugün bacardığınız qədər amin deyin və duadan sonra Hacı Gülağa qardaşımız, Seyid buradadır, Rəhman da buradadır. Həm Quran oxunacaq, həm dua oxunacaq, həm muizə olunacaq. O başlana da imsak süfrəmiz var. Allah sizləri var eləsin. İnşallah ki, yəqin hərənin əlində o Quranlar var ki, onları götürərlər. Kimdə yoxdur, vərəqləri götürsünlər. Bir yerdə inşallah Allahın izni ilə iki Allahı deyək. İmam Zaman ağanın duasını bir oxuyaq. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyeka Hüccet ibnil Hasan salavatuka aleyhi ve ala abai fi hazihi saat ve fi kulli saat veliyyem ve hafizem ve gaiden ve nasiran ve delilen ve ayna hatta tuskinehu arzaka tev'a ve tumattiyehu fiha tevila birahmetke ya erhamer rahimin. Allahümme salli ala. Demək, bugün bizim 2-ci Qarabağ müharibə şəhidləri Abdullah və bir də Rüfətin mövlud günləri, doğum günləridir. Abdullah da evin tək oğlu olub, Rüfət də evin tək oğlu olubdur. Bizim bir neçə şəhidimiz evin tək oğlu olubdur. İnşallah onların cənnətdə, behişdə olan ad günləridir. Buradan cəm şəkildə bütün şəhidlərimizi yad edək. Abdullahın da, Rüfətin də istirahat ruhları haqqında Muhammed Ali Muhammedə sələvat edəyələ inşallah. Bismillahirrahmanirrahim. Allahümme inni es'eluka
بكتابك المنزل وما فيه وفيه اسمك الأكبر وأسماؤك الحسنى وما يخاف ويرجى أن تجعلني من أتقائك من النار. Salavat Peygamber zamanına. İlahi, həqiqətən biz səndən istəyirik. Qapıya gəlmişik. Səni and veririk bu ayda nazil olan Qur'an-ı Kərimə. O Qur'an-ı Kərimin içindəkilərə. Onun içində sənin böyük adları var və gözəl adları var. Qorxudan, ümid verici şeylər var ki, səndən istəyimiz, arzumuz budur ki, bizlərə cəhənnəm odundan nicat verginən. Bizlərə cənnət, behiş nəsib eylə. Quranları inşallah əlinizdə tutun. Daha doğrusu başınızın üzərine qoyun. Allah'ın izniyle inşallah. Bismillahirrahmanirrahim. Allahümme bihaqqi hazel Kur'an ve bihaqqi men erseltehu bihi ve bihaqqi kulli mu'minin medahtehu fihi ve bihaqqika aleyhim fela ahada a'rafu bihaqqika minka. Salavat Peygamber zamanında inşallah. Allah'ım səni and veririk bu gecənin haqqına, Qur'anın haqqına. Səni and veririk o kəsin haqqına ki, Qur'anı ona göndərmişsən. And veririk hər mömin şəxsin haqqına. Onları Qur'anda məhd etmişsən. And veririk sənin onların üzərində olan haqqına. Sənin haqqına and veririk. Artıq agah olan bir kəs yoxdur ilahi pərverdigaram. Sənin haqqına səndən artıq agah olan bir kəs yoxdur ilahi pərverdigara. Bugün səni səsləyirik. Səni çağırır, əllərimizi açırıq dərgahva, deyirik, Bikə ya Allah, 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 Bikə ya Allah. Salavat Peygamber zamanına. Peygamber Resulü Xudanı inşallah adını zikr edirik, təvəssül edirik özümüzlə Allah arasında. Deyirik, Bi Muhammedin, 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 Bi Muhammed. İlahi səni and veririk Peygamberin hakkına, bizim ibadet, itaat dualarımızı kabul eyle. Salavat Muhammed Ali Muhammed'e. İnşallah Allah'a and verək Həzrəti Əli Aleyhisselamın haqqına. Əli Aleyhisselamı təvəssül edib deyək, Bi Aliyin, 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 Bi Ali. Allah'ım səni and verir izzəti və cəlalı və böylü və xatir xanım Fatimə Zəhra salamullah aleyhanı təvəssül edib deyirik, Bi Fatimətə
بفاطمة 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 صلوات محمد آل محمد. İlahi seni and veririk Hazreti İmam Hasan Müşteba Aleyhisselam'ın hakkına. Bil haseni 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 bil hasan. Hüseyin geldik Kerbela'ya konak, gözlerinden irak ya Resulallah. Hüseyin geldik Kerbela'ya konak, gözlerinden irak ya Resulallah. Ölü Badşah Fatime balası düştü elden uzak ya Resulallah. Muharrem'de gönceler cümşen, düşer yolda kabre şeşkuca. Resulallah ya Resulallah. Nabi İlahi seni and veririk Hazreti İmam Hüseyin Aleyhisselam'ın hakkına. Bil Hüseyni 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 bil Hüseyin. Salavat Muhammed Ali Muhammed'e. İlahi seni and veririk Hazreti Zeynel Abidin Aleyhisselam'ın hakkına. Bi Ali ibn el-Hüseyin 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 bi Ali ibn el-Hüseyin. Salavat Muhammed Ali Muhammed'e. İnşallah 5. imamımız İmam Muhammed Baqir Aleyhisselam'ı səsləyib təvəssül edirik, deyirik. Bi Muhammed ibn Ali 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 bi Muhammed ibn Ali. Allahümme salli. İnşallah ki İmam Musa Kazım Aleyhisselam'ı təvəssül edib deyirik. Bi Musa ibn Cafer bi Musa ibn Cafer bi Musa ibn Cafer bi Musa ibn Cafer bi Musa ibn Cafer
بموسى بن جعفر 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 اللهم صل. İmamımız Aleyhisselam'ı təvəssül edib deyirik. Bi Ali ibn Musa 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 Allahümme salli. İnşallah İmam Cavad Aleyhisselam'ı təvəssül edirik. Bi Muhammed ibn Ali 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 Allahümme. İnşallah Ali Ennəqi Aleyhisselam'ı təvəssül edirik, Allah'a and veririk. Ali ibn Muhammed'e səsləyirik. Bi Ali ibn Muhammed 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 Allahümme salli. İnşallah 11. İmam Hasan Əskəri Aleyhisselam'a təvəssül edib deyirik. Bil Hasan ibn Ali 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 Allahümme. Ey mənim sahib zamanım hardasan, zülməlindən ver amanım hardasan. Ey mənim sahib zamandasan, zülməlindən ver amandan. Ey bu yerlərdən əsən bağ-i səba, qıl bizim dərdimizi yarəni-da. Qoyma dünyanı edəm böyle vida, tək sənə qaldı gümanım hardasan. Ey mənim sahib zamanım hardasan, zülməlindən ver aman. Ey mənim sahib zamanım hardasan, zülməlindən
İnşallah İmam Zaman ağana təvəssül edirik. Bil hücceti 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 bil hücce Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel, Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel. Gözüm bu yollara ey bakır, üzerime göz yaşım akır. Ferağına döze bilmirəm, kalbimi yandırıp hey yakır. Gözüm bu yollara ey bakır, üzerime göz yaşım akır. Ferağına döze bilmirəm, kalbimi yandırıp hey yakır. Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel. Allahümme kulli velike. Anam günahkar bir bende, keramet isteyirəm senden. Eşkünle esreti divane, şemine olmuşam pervane. Özüme dünya görünmeyir, kalbim her an seni isteyir. Perez duasını okuyanda, bülbül de dile gelir sesleyir. Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel, Mehdi can gel. Mehdi can gel, Mehdi can gel, Mehdi can gel ya Mehdi can gel. Allahümme kulle velike ala hüccetin el-hasan, salavatuka aleyhi ve alavi fi ağzi sa'an ve fi kulli sa'an وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى اسكنه أرضك تما وتمتعه فيها طويلا
برحمتك يا أرحم الراحمين. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillah. 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 Subhanallah. 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 La ilahe illallah. La ilahe illallah. La ilahe illallah. Estağfirullah Rabbi ve etûbü ileyh. Estağfirullah Rabbi ve etûbü ileyh. Estağfirullah Rabbi ve etûbü ileyh. Allah'ım səni and verir, izzəti və cəlalı və böyülü və xatir. İlahi pərverdigara, səndən istəyirik ki, Ramazan ayında etdiyimiz ibadət, itaat, duaları, tutduğumuz orucları bizdən qəbul eylə. Bu əhya gecəsini, Qədr gecəsinin əməllərini bizlərdən qəbul eylə. İlahi pərverdigara, bu Ramazanı, bu əhyanı, son Ramazanımız, son əhyamız, son qədrimiz qərar vermə. Tövbə etdik, istiğfar etdik, bağışlanmaq istədik. Tövbələrimizi qəbul eylə. Bağışlanmamış bizləri bu dünyadan o dünyaya aparma. İlahi pərverdigara, səndən istəyimiz, arzumuz budur ki, ilahi. Buyurmuşsan, Rabbena atina fid dünya həsənətən və fil ahireti həsənə. Dünya və ahirət xoşbəxtli saadətin bu cəmə nəsib eylə. Şəhidlərimizi qəriq rəhmət, Kərbəla şəhidləri ilə məşhur eylə. Şəhid yaxınlarına, əzizlərinə, doğmalarına səbr-i cəmil nəsib eylə. Qazilərimizə şəfa ver. Əskər zabitlərimizi, ordumuzu yerin göyün bəlasından hifz eylə ginə. İlahi ağsaqqallarımız, onları yerin göyün bəlasından hifz eylə ginə. Onları bizim məçdə, evimizə, elimizə, ubamıza çox görmə ginə. Ömürlərinə bərəkət nəsib eylə. Onların hacətlərini qəbul eylə. Ana bacılarımızı, qız gəlinlərimizi xanım Zəhraya, xanım Zeynəbə bağışla. İlahi pərverdigara, onların da hacətlərini qəbul eylə. Müşküllərin asan eylə. İlahi pərverdigara, bu cavanlarımız ki, gecənin bu vaxtı gəliblər əhyaya, bunları yerin göyün bəlasından hifz eylə. Bunların hacətlərini qəbul eylə. Müşküllərin, çətinliklərin, sıxıntılarını asan eylə. Sıxıntılardan bunlara nicat ver. Neçə hidayət olmayan cavanlarımızı hidayət eylə. Cavanların içində subaylar var, onlara evlilik nəsib eylə. Evlənib övladı olmayanlara övlad nəsib eylə. Ev eşiği olmayan ev eşiği sahibi eylə. İlahi pərverdigara, işsizlərimizə iş nəsib eylə. Borc sıxıntısında olanları borc sıxıntısından nicat verginə. Ruzisi olmayana ruzi nəsib eylə. Ruzimizə bərəkət nəsib eylə. İlahi pərverdigara, aclarımızı doydur. Libas olmayanlara libas et eylə. Dünyada bizi 14 məsum ziyarətin, Məşəd, Kərbəla, Həc ziyarətin nəsib eylə. İlahi pərverdigara, amin deyən dillərimizi lal eyləmə. İlahi pərverdigara, dünyada 14 məsumun ziyarətin, ahirətdə şəfaatin nəsib eylə. Bu ay həccin qismət olan aydı ilahi pərverdigara. Məşəd, Kərbəla, Həc ziyarətin bizlərə nəsib eylə. İlahi bizi Qur'andan, Əhl-i Beytdən ayrı salma. O yerdə ki, Allahın, Qur'anın, Peyğəmbərin, Əhl-i Beytin, insanlığın, bəşərin düşməni varsa, məfi nabud zəlil eylə. İlahi pərverdigara, ölkəmizi, məmləkətimizi, vətənimizi, torpaqlarımızı, dövlətimizi qoru. Üç rəngli bayrağımızı bayraqlar içərisində uca elə. İlahi pərverdigara, ismət pərdələrini yırtan günahlarımızı bağışla. İlahi pərverdigara, danlaq və məzəmmət gətirən günahlarımızı bağışla.
İlahi Pərverdigara, bizi nemətlərdən uzaqlaşdıran, nemətləri dəyişdirən günahlarımızı bağışla. İlahi dualarımızın qəbul olmasına mane olan günahlarımızı bağışla. İlahi bəla nazil olan günahlarımızı bağışla. İlahi Pərverdigara, etdiyimiz hər bir günahı, hər bir xətanı bağışla. İlahi Pərverdigara, bizi öz zikrinlə özünə yaxınlaşdır ginən. İlahi Pərverdigara, şəfaatin bizlərə nəsib eylə. Bizi öz dərgahıva yaxınlaşdır. Sənə şükür etməyi bizə nəsib eylə. Səni zikr etməyi bizə nəsib eylə. İlahi Pərverdigara, biz zəlil, xar, boynu bükük kimi sənin qapıya gəlmişik. İlahi Pərverdigara, səndən istəyirik. İlahi Pərverdigara, İlahi səndən istəyirik. Ey bizim Rəbbimiz, ey bizim Allahımız. İlahi Pərverdigara, dünya və axirət xoşbəxtlik, saadətin bizlərə nəsib eylə. İlahi Pərverdigara, biz səni səsləyirik. Ya Allah dedik, əlhəmdülillah, Subhanallah, la ilahə illallah. Biz sənin zəif, zəlil, həqir, fəqir, zəvallı bir bəndən kimi qapıya gəlmiş. İlahi Pərverdigara, ey bizim məbudumuz, ey bizim Rəbbimiz, ey bizim ağamız, ey bizim sərvərimiz, bizim dərdlərimiz, şikayətlərimiz, hamısı sənə bəllidir. İlahi Pərverdigara, bizi əzablardan, dərdlərdən uzaq eylə ginən. İlahi Pərverdigara, səni and veririk bu gecənin haqqını. İlahi Pərverdigara, səndən istəyirik. Bəxş etdiyin hər bir ehsandan bizim payımızı artıq eyləginə. İlahi Pərverdigara, ey bizim sərvərimiz, ey bizim Allahımız, ey bizim Rəbbimiz, elə bu gecə, bu saatda bağışlanmamış bizləri buradan ayırmacına. İlahi Pərverdigara, İlahi Pərverdigara, hər bir təqsirimizdən keçkinən. İlahi Pərverdigara, sənə agah olan gizli günahlarımızın üstünü örtkinən. İlahi Pərverdigara, xətalarımız var, səhvlərimiz var, nöqsanlarımız var, nadanlıq üzündən törətdiyimiz günahlarımız var. İlahi Pərverdigara, sənə agah olanlar var, onlara üstündən qələm yəv çəkinən. İlahi Pərverdigara, bəxş etdiyin hər bir ehsandan bizim payımızı artıq eyləginən. Payladığın hər bir yaxşılıqdan bizim payımızı artıq eyləginən. Ruzu süfrəsindən bizim payımızı artıq eyləginən. İlahi Pərverdigara, təqsirlərimizi bağışla, xətalarımızdan keçkinən. Səni səsləyib deyirik, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi. İlahi, ey bizim sərvərimiz, ey bizim Mövlamız, ey bizim ixtiyar sahibimiz, ey bizim başımızın ağası, ey əlatsız və müşküldə olanların, ey yoxsulluqda olanların, yoxsulluğundan, səfilliyindən xəbərdar, agah olan Allah, səni səsləyib deyirik, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi, səni öz haqqıva, müqəddəsliyivə, ən böyük sifət və adlarına and verilir ki, bizim gecə gündüzdəki zikirlərimizi qəbul eyləginən. İlahi Pərverdigara, səni and verilir izzətivə, cəlalıva, böylüvə xatir, bizim əməllərimiz, əza üzvlərimiz sənə xidmətdə keçsin. İlahi Pərverdigara, bizim sərvərimiz, bizim yeganə dayağımız, əhvalımızdan xəbərdar olan İlahi Pərverdigara, biz qapıya gəlib səni səsləyib deyirik, ya Rəbbi, ya Rəbbi, sənə xidmət üçün cismimizi, əza üzvlərimizə qüvvət verginən. İradəmizin əzmkarlığını artır ginən. Səndən İlahi Pərverdigar istəyirik, sənə doğru can atırıq. İlahi Pərverdigara, sənin dərgahına darxanlar kimi, İlahi Pərverdigara, xalis bəndələr kimi sənə yaxınlaşmaq istəyirik, səndən istəyirik İlahi Pərverdigara. Öz kərəminlə, İlahi Pərverdigara, verdiyin nemətlə bizim payımızı artır girən. İlahi Pərverdigara, bizə pislik etmək istəyənlərin cəzasını verginən. Kələk gəlmək istəyənlərin kələyin kəskinən. İlahi Pərverdigara, İlahi Pərverdigara, səndən istəyimiz, arzumuz bu ki, üzümüzü sənə tutub, əlimizi sənə tərəf açırıq. Səni inzət və and veririk. Dualarımızı qəbul eylə ginən. Bizi arzularımıza, hacətlərimizə çatdır ginən. Ümid fəzlindən bizləri üzmə ginən. İnsin və cindən olan düşmənlərin şərrindən bizləri uzaq eylə ginən. Ey bəndələri ilə tez razılaşan, səni çağırmaqdan başqa əlacı olmayanlara güzəşt eylə ginən. İlahi Pərverdigara, sən ki istədiyi etməyə qadirsən, ey adı dərman, şəfa, itaati, sərvət, ümiddən və ağlamaqdan başqa çarəsi olmayan bizlərə rəhm eylə ginən.
Ey nemətləri artıran bizim nemətimizi artır. Ey bəlaları dəf edən bəlaları bizdən dəf eylə. Ey zülmətlərdə, vəhşətdə düşənləri nur səpən, ey təhsil almayan əzəli elmin sahibi Muhammed və onun pak əhl-i beytinə salam yetir. Allah. İlahi pərverdigara, yeryüzü dolubdur, fitnə, fəsad, fisk, fücur, nahaq qanlar axılır, insanlar öldürülür, uşaq, körpə, böyük, kiçik, qoca, cavan, xəstə, şəhərlər dağıdılır, kəndlər dağıdılır, İlahi pərverdigara, haqqı, ədaləti, nuru yer üzərində bərqərar eyləginən, zülmü, zalimkarı, fitnə, fəsad, fisk, fücur törədəni mənfi nabud eyləginən, İlahi pərverdigara, bağışlanmamış bizləri bu dünyadan o dünyaya aparma. Ağamız, sərvərimiz İmam Zaman ağanın zuhrunu təzil eylə. Ehsan edənlərin, ehsanların qəbul eylə. Bizləri də ehsan edənlərdən qərar ver. Bu cümə axşamını, bu cümə gününü bizlərə mübarək eylə. İmam Zaman ağanın zuhrunun təzilinə, dualarımızın qəbulluğuna Muhammed Ali Muhammedə sələvat edələ. İnşallah xəstələr üçün dua elədik. Mən bildiyim qədər Şəfaat qardaş bizlə namazlarda, Hacı Şəfaat o xəstədir. Rövşən qardaşımız var, xəstədir. Digər xəstələr var, adları yadımda deyil, sizlərin yadınızdadır. Bütün xəstələrin şəfa tapmasına Muhammed Ali Muhammedə sələvat edələ.